2020-ci il yanvarın 5-i idi. Barselonadan Bakıya qonaq gəlmişdim. Sinif yoldaşlarım mənə qonaqlıq verirdi. Ondan 2-3 gün qabaq da İranlı general Qasım Süleymani öldürülmüşdü. Söz düşdü bu mövzudan. Hamı başladı öz fikrini deməyə ki, o niyə öldürülüb, onun ölümünün dünyaya təsiri nə olacaq və s. Məndən soruşdular ki, Orxan, sən nə düşünürsən? Dedim ki, bilmirəm, nə bilim, mən yolda olmuşam, çox da araşdırmamışam, gərək mövzunu dərindən biləsən, düşünəsən, hər şey üzdə kim olmur ki. Orada bir sinif yoldaşım işdən gəldi. O da başladı ki, mənim fikrimcə belə olub, elə olub. Bir sinif yoldaşım var, onun xüsusi ali təhsili yoxdur, amma o çox qayətli, yaxşı bir söz dedi. O bir sinif yoldaşıma dedi ki, yoldaşın evdə nə bişirib? Dedi, bilmirəm. Dedi, sən heç bilmirsən yoldaşın evdə nə bişirib? Amma bütün dünyanın sirlərini bilirsən də, o niyə öldürüldü, bu niyə öldürüldü? Əslində, burada dərin bir hikmət vardı oradan da. Bizim insanlar ölçülə bilməyən mövzulara danışmağı xoşlayır. Çünki sən orada kim nə biləcək, kim düzdür, kim səhvdir. Deyək ki, Allah var, yoxsa yoxdur. Necə sübut edəcəksən? Və ya dünyanın kimi idarə edir? İngiltərə, nə bilim, filan kəslər. Amma indi desən ki, gəl bir biznes plan quraq, səhər 200 manat artıq qazanaq, görəcəksiniz ki, o ağıllı görsən insanların heç biri yoxdur ortalıqda. Dostlar, o vaxt çıxış eləmişdim ki, səthi düşüncə və dərin düşüncə. Bax, bu səthi düşüncədir. Özdə elə bir düşüncə növüdür ki, burada sən sübut edə bilmirsən həmin insanın. Çünki onun girişdiyi mövzular ölçülə bilməyən mövzulardır. Ona görə mən həmişə ölçülə bilməyən mövzulardan uzaq olmağa çalışıram. Çünki məsuliyyət ölçülə bilən mövzulardadır.